Hoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Azərbaycanlıların Xocalı faciəsində və Qarabağda Azərbaycanlıların qanına əli batmış, ermənilərin Azərbaycanda olan 4 məhbusu azad edilib və bu barədə Azərbaycan segmentində, Azərbaycan xalqının da kifayət qədər tənqidləri var və kifayət qədər hər kəs bu barədə öz fikrini bildirir. Mən də istəyirəm öz fikrimi bildirəm əlbəttə bu barədə. İlk növbədə mən bütün Azərbaycanlıları və öz dinləyicilərimi bir məsələ tablonun böyüklüyünə çəkmək istəyirəm. Əvvəla Azərbaycanda yaxşı bir məsəl var. Deyir ki, ov ol, ovçu ol, amma ovu gətirən tula olma. Bir dəfəlik biz bunu anlamalıyıq ki, Azərbaycanda Qarabağ faciəsi, Xocalı faciəsinin qətliamının başında duran Rusdur. Rus ovçu olub, biz məzlum ov olmuşuq, amma bu xaçatıryanlar hamısı tula olublar, Rusun tulaları olublar. Ona görə biz mənzərəyə tamamilə böyük şəkildə baxmalıyıq ki, əsl həqiqətləri anlayaq. Bunu tənqid edən insanları əlbəttə mən yüksək qiymətləndirirəm. Hər bir hakimiyyət tənqid olunmağa layiqdir və bu normaldır. Məhz tənqid olunmayan ölkələrdə nələr baş verir biz bunu görürük. Ona görə bu barədə mən bütün insanlarımızı təqdir edirəm. Əlbəttə hakimiyyətlər tənqid oluna bilərlər. İkinci bir məsələ. Bu günləri mən danışıqlarımda həmişə bildirmişəm ki, xatırlayırsınızsa Rusiyanın Azərbaycana təzyiqi təsiri sayəsində Azərbaycan Zəngəzuru tuturdu, Azərbaycan Yerevanı tuturdu, hər gün Paşinyanı təhqir edirdilər və sair və ilaxır və bunlar barəsində də mən deyirdim ki, aman da olmaz, aman da bu Azərbaycanın faciəsi olar, çünki bunlar hamısı Rusiya tərəfindən körüklənir. Bu müharibələrin də, bu Azərbaycan torpaqlarının verilməsinin də başında hamısını Rusiya durur. Və nəzərə almaq lazımdır ki, bugün regionumuzda yenə də Rusiyanın böyük təzyiqləri var. Ermənistanda hakimiyyəti dəyişmək istəyən Rusiyadır. Bu günləri Azərbaycana qarşı diş qıcıyan Rusiyadır və bütün bu mənzərələrin fonunda biz məsələyə baxdıqda mən həmişə demişəm ki, biz Paşinyanı dəstəkləməliyik, biz Paşinyanın arxasında olmalıyıq. İnandırıram sizə. Bu günləri Ukrayna-Rusiya müharibəsində Rusiya güzəştə getməyə, atəşkəsə getməyə məcbur olacaq. Məcbur olsa da müharibədən yaralı şəkildə çıxacaq. O yaralı şəkildə çıxan Rusiya, inandırıram sənə, birinci müdaxilə elədiyi bölgə məhz Qafqaz olacaq, məhz Azərbaycan və Ermənistan olacaq. Çünki hələ də Ermənistanda rıçaqlara təsiri imkanları qalır. Və xatırlayın, məhz dünənləri Ermənistanda olan İran səfiri Ermənistan hökumətini tənqid etdi və bildirdi ki, biz sizə kömək eləyirdi. Yəni Azərbaycan Ermənistan müharibəsində bizə kömək elədi, amma siz bizim arxamızdan vurursunuz. Və yaxud da 3 gün bundan əvvəl Solovyov, o Putinin söz yazarı Solovyov bildirirdi ki, biz necə Maduronu Amerika uğradı, biz gedib Paşinyanı oradan uğramalıyıq. Niyə uğramalıdırlar? Niyə Paşinyana qarşı bunlar var? Çünki Paşinyan həqiqətən sülh istəyir. Paşinyan regionda Rusiyanın regionundan çıxarılmasının ən kilit nöqtəsidir. Bugün müharibə əgər Rusiya-Ukrayna müharibəsi bitərsə, Rusiya yaralı çıxarsa, birinci bizə müdaxilə edəcək. Birinci Ermənistana müdaxilə edəcək. Ona görə də bizim üçün hər bir mənada regiona sülhün gəlməsi vacibdir. Bugün TRIP layihəsi çərçivəsində artıq Azərbaycanla Amerikada gizli şəkildə işləyirlər və doğru da eləyirlər. Sülh gətirməyə, bu regiondan Rusiyanı rədd edib çıxartmağa nə qədər ki başı qarışıb, nə qədər ki fürsətdir, Azərbaycan da buna kömək etməlidir. Biz bunu həmişə dəstəkləyirdik. Amma biz bu günləri Azərbaycan hökumətinin məhz bunun şahidi olduq. Bugün Amerika ilə Azərbaycan hökuməti nəyin bahasına olursa olsun Paşinyanı güclü saxlamağa çalışırlar. Və Azərbaycandan neft gedir, doğru eləyirlər. Bəziləri deyirlər ki, nefti ora verdilər, bizdə bahalı. Bizdə bahalı olmanın Ermənistana gedən neftin bizdə bahalılığa heç bir dəxlisi yoxdur. Bu bir. İkinci, bugün xaçatıryanlar, cəhənnəm olsun o yaşlı xaçatıryanlar, amma inanın o qədər qlobal bir proses gedir ki bölgədə. Ona görə bütün bu xaçatıryanlar, nəinki 4 dənə xaçatıryan, 100 dənə də xaçatıryan qurban olsun Paşinyanın kreslosunun bir dənə ayağına ki, mən Azərbaycan hakimiyyətinə, Azərbaycan hökumətinə məhz bu barədə tamamilə dəstəkləyirəm. Paşinyana edilən hər bir yardımda mən Azərbaycan hakimiyyətini dəstəkləyirəm. Çünki bu ümumi sülhün gətirilməsinə vacib rol oynayır. Bu günləri iyul ayında keçiriləcək Ermənistanca seçkilərə Rusiya da hazırlaşır. Rusiya nəyin bahasına olursa olsun Paşinyanı öldürməyə qədər getməyə hazırdır. Amma Amerikada
bunu yaxşı bilir və Azərbaycanla birlikdə işləyirlər ki, nəyin bahasına olursa olsun Paşinyan güclü çıxsın. Paşinyan güclü çıxarsa sülh gələcək, Paşinyan güclü çıxarsa konstitusiya dəyişəcək, Paşinyan güclü çıxarsa ümumiyyətlə bu Qafqazdan Rusiya rədd olub çıxıb gedəcək və əlində heç bir rıçaqları qalmayacaq. Bugün bataqlığa, Ukraynada bataqlığa batmış Rusiyanın məhz bu bataqlığa düşməsindən, fürsətdən istifadə edib biz regiondan İranı da, Rusiyanı da rədd edib çıxartmalıyıq və buna görə də güclü müttəfiqlərimizin yanında olmalıyıq. Amerikanın, İsrailin və Avropanın yanında olmalıyıq. Bu mənada bunu bəlkə də Azərbaycan hakimiyyəti məcburən eləyir, məcbur qalırlar, eləyirlər. Söhbət bundan getmir. Amma nəyin bahasına olursa olsun bu Azərbaycan xalqının xeyrinədir. Əlbəttə digər məsələlər də Azərbaycan xalqının tənqid etdiyi məqamda ondan ibarət ki, Azərbaycanda da məhbuslar var. Mən düşünürəm ki, inşallah proses ona doğru gedir. Bütün bu humanizm çərçivəsində əgər Azərbaycan xalqının qanına batmış insanlar azadlığa buraxılırsa ki, mən bunu dəstəkləyirəm, Paşinyan əli güclənirsə, mən Azərbaycan hakimiyyəti dəstəkləyirəm. İnşallah Azərbaycan xalqının da balaları ki, günahsızdırlar, onlar da həbsdən azad olunarlar. Təşəkkür edirəm diqqətinizə görə.